Ruslar İstəyirəm Səxavət bəy, fikir verdiniz Dmitri Peskovun açıqlamasında bir arxayınlıq, əminlik var idi ki, əgər həmin qanadlı raketlər, tomagaflar yəni verilsə belə bu Kiyev üçün heç bir şey dəyişməyəcək. Yəni biz öz istədiyimizdə daha çox nail olacağıq mesajı idi. Sizcə bu psixoloji üstünlük üçündür, yoxsa özlərini sığortalamaq üçündürmü? Yəni qorxutmağa çalışırlar qarşı tərəfi ki, bizdə onun qarşısını ala biləcək güclü silahlar var. Yəni biz də əlimiz boş deyil, sizə qarşı eyni hücuma keçə bilərik və yaxud da sizin bir qədər öncə vurğuladığınız kimi Avropa ölkələrinin də təhdidi məsələsi burada gündəmdə qalır. Eyni zamanda Rusiya, məsələn, Ukrayna ona tomagafları atsa, bu birbaşa Avropa ölkələrinə də Rusiyanın hücumu üçün bir səbəb verirmi? Rusiya üçün əgər bu yalnız səbəbi onda verə bilər ki, Rusiya tərəfi əgər görsə ki, bu raketlər yəni hardan atılmağından çox şey asılı olacaq. Əgər bu raketlər həqiqətən də yəni Ukrayna ərazisindən yox, başqa bir ərazidən atılacaqsa, Rusiya tərəfi Polşa və Rumıniyanı, niyə görə bu iki ölkəni deyirəm? Çünki o raketlərin məhz qurğuları, yəni qurudan buraxılış qurğuları məhz bu iki ölkədə yerləşir. Yəni ona görə də buradan problem yaşana bilər. Amma Peskovun açıqlaması həm də onunla bağlıdır ki, ümumiyyətlə burada əsas məsələ nədir? Yəni Rusiyanın əlində strateji raketlər var. Yəni bu Araşnik olsun və digər raketlər olsun ki, Ruslar bu raketlərdən istifadə etməyə başlaya bilərlər ki, bu da xüsusilə dağıdıcı raketlər olacaq və yaxud da ki, Rusiya bəlkə də Amerika ilə hesabı bir-bir etmək istəyir. Yəni nüvə silahından istifadə etməklə. Yəni ona görə də ola bilsin ki, hardasa taktiki nüvə silahından istifadə etməyi bəlkə də qərarlaşdırıblar, bəlkə də belə bir arzuları var və yaxud da ki, müharibəni konkret olaraq kökündən həll etmək üçün bundan istifadə etmək istəyirlər deyə belə bir rahatlıqları var. Amma biz nəyin şahidi oluruq? Biz həm də onun şahidi oluruq ki, hər iki tərəf, mən Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışarkən həmişə bunu bildirirəm. Tərəflərdən mütləq şəkildə biri tükənənə qədər bu müharibə davam edəcək və biz açıq şəkildə biz onun şahidi oluruq ki, nə Rusiya tükənmir hələ ki, Ukrayna da tükənməyib hələ ki. Ona görə də Rusiyanın əslində, məsəl üçün bu günləri belə bir informasiya çıxdı ortalığa ki, təxminən 5000 nəfər hansısa bir ölkədən, səhv eləmirəmsə, Kolumbiyadan da yoxsa hansısa bir ölkədən, oradan Kubadan döyüşçülərin gətirilməsi ilə bağlı informasiyalar var, muzluların. Yəni Rusiya ümumiyyətlə 130 neçə, təxminən 132 minlik yoxsa 135 minlik çağırışçı, yenidən çağırışçıları orduya cəlb elədi. Yəni faktiki olaraq dayanmırlar. Amma Ukrayna tərəfinin də atdığı addımlar var. Ukrayna tərəfi bilir ki, Rusiya geniş miqyaslı hücumlara hazırlaşır. Ona görə də daha çox bu hücumuləngitmək üçün daha çox yanacaq məntəqələrini və yaxud da ki, neftarıma zavodlarını və yaxud da ki, dəmir yol stansiyalarını bunları vurmaqla. Yəni müharibənin indiki məsələsi hesab edirəm ki, hələ də bir qədər müharibə davam edəcək.